Sumqayıtda iş var yoldaşlar. Sumqayıtda olan işlərdən mən sizə bəhs etmək istəyirəm. Son 48 saatın Sumqayıt üzrə olan işlərindən bir qismi haqqında məlumat vermək istəyirəm sizə. Deməli, onların arasında fərqli kateqoriyalı işlər var. Gəlin ilk öncə zəif olandan bəhs edelim. Kamera nəzarətçisi işi var yoldaşlar. 500 manatlıq bir işdir. 30-40 yaşlı uşaqlar üçündür. Heç olmasa orta təhsiliniz olmalıdır. Və oxşar sahədə ən azı 1 illik iş təcrübəniz olmalıdır. Kameralardan görüntülərin izlənməsi və arxivləşdirilməsi bacarığınız olmalıdır. Bu, Finplus şirkətindədir. Bundan əlavə, ambardar işi Sumqayıt Kimya Sənaye Parkında da var. 5 günlük iş rejiminə malikdir. Ambardar vəzifəsində 3-5 illik iş təcrübəniz olmalıdır. Kardon və kardan sahəsində də təcrübəniz mütləq olmalıdır. Yəni, belə bir şərtləri var. Kompüter bilikləriniz olmalıdır. Daha sonra operator işi də var. Bu işi sizdən tələb edir orta texniki və yaxud da peşə təhsiliniz olmalı, olsa yaxşı olar. Komanda ilə işlə bacarığı. Bu çox şey tələb eləmir, ona görə də çoxunuz bu işə müraciət edə bilərsiniz yoldaşlar. Bundan əlavə ofis meneceri işi var. 25-40 yaşlı xanımlar üçün ali təhsilli olmalısınız, rus dilini bilməlisiniz. Ofis proqramlarında sərbəst işləməlisiniz, ofis avadanlıqlarını tam sərbəst bilməlisiniz. 800 manattır əmək haqqısı yoldaşlar, 5 günlük iş rejiminə malikdir. Bundan əlavə aşpaz işi var, Finplus şirkətində 600 manatlıq, 35-50 yaşlı xanımlar üçündür. Servisləri də var. Bundan əlavə elektrik işi var, Vlad Systems şirkətində 1100 manata qədər qazana bilirsiniz. 20-55 yaşlı uşaqlar üçündür. Orta və ya orta ixtisas təhsiliniz olmalıdır. Vəzifə üzrə də iş təcrübəniz olmalıdır. Bundan əvvəl mətbəətçi işi var yoldaşlar. 700 manatlıq bir işdir. 25-45 yaşlı şəxslər üçündür. Heç olmasa 1 ilə yaxın iş təcrübəniz olmalıdır yoldaşlar. Belə bir iş variantı da var. Bu işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsilə mesaj yaza bilərsiniz və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əcəb adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, orada əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsinə götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.